Salam, bir neçə əvəzliyin homonimliyindən danışmaq istəyirəm. Gəlin elə başlayaq qeyri-müəyyən əvəzliyi olan kimi və biri əvəzliyi ilə. Əgər kimi və biri əvəzliyinin yerinə mən rahatlıqla əli və əli, insan adları, yəni isimlər tətbiq edə bilirəmsə, bu zaman rahatlıqla sən götürürsən bunu qeyri-müəyyən əvəzlik. Kim yazırdı, kim oxuyurdu. Məsələn, əli yazırdı, bəli oxuyurdu. Biri gəlirdi, biri gedirdi. Əli gəlirdi, bəli gedirdi. Görsəm rahatlıqla mən bunu tətbiq edə bildimsə, sayılır qeyri-müəyyən əvəzlik. Amma desəm ki, məsəl üçün kitablardan birini apardılar. Bu zaman kitablardan əlinə apardılar deyə bilirsənmi? Xeyr, o artıq onun sayını bildirir. Bu zaman sayılır say. Sonra bizim sual əvəzliyimiz var. Nə və necə? Nə və necəni mən daha qüvvətləndirici bir mövqedə işlətsəm, nə gözəl havadır, necə gözəl havadır, nə gözəl insandır, necə gözəl insandır. Bu zaman olur qüvvətləndirici ədat. Yox, əgər desəm ki, sən nə almısan, nə sözünü, nəyi edə bilirəmsə, bu zaman olur sual əvəzliyi. Həmçinin necə sözünün yerinə, yəni sual əvəzliyinin yerinə mən söz qoya bilirəmsə, məsəl üçün sən necə insansan? İndi deyirəm sən pis insansan. Sən necə oxuyursan? Sən yaxşı oxuyursan? Baxın, həm sifət əvəz etmiş sual əvəzliyi oldu, həm də zərf əvəz etmiş sual əvəzliyi oldu.